İsrail hökuməti anklavda kütləvi azlıq böhranının qarşısını almaq üçün əhaliyə məhdud miqdarda zəruri qida məhsulları çatdırılmasının təşkil olunacağını açıqlayıb. Humanitar yardımla dolu onlarla yük avtomobili Misirlə sərhəddəki Rəfah keçid məntəqəsindən Qəzza zolağına daxil olmağı gözləyir. İsrail 10 həftədən çoxdur humanitar yardımları anklava buraxmır. Nəticədə əhalini isti yeməklə təmin edən mətbəxlərin böyük əksəriyyəti bağlanıb, anbarlardakı qida ehtiyatları tükənib. İsrail bütün Qəzzaya nəzarət edəcək və silahlı İslamçı Həmas qruplaşmasının qayrətinin qarşısını alacaq. Bunu İsrailin baş naziri Benyamin Netanyahu sosial mediada yayımlanan bəyanatında bildirib. Biz müharibənin əvvəlindən deyirdik ki, qələbəni başa çatdırmaq, Həması məğlub etmək və bütün girovlarımızı xilas etmək üçün zəruri şərtimiz Qəzzanı aclıq böhranına çatdırmamaqdır. Lakin biz Həmasın bu yardımın bir hissəsini talan etdiyini gördük. Bundan sonra biz tamamilə İsrail əskərləri tərəfindən idarə olunan yardım paylama sistemi üzərində razılaşdıq. Bu yolla Qəzzanın mülki əhalisi yardımlardan pay alacaq. Əsas məqsəd humanitar yardımların Həmas tərəfindən mənimsənilməməsidir. Qəzzanı tamamilə ələ keçirib Həması yardımlardan məhrum edəcəyik. Bu bizim müharibədə qələbə planımızdır. Fələstin mediası yaxın zamanda un, yağ və paxlalı məhsulları daşıyan 53 maşınının kiçik sahil ərazisinə buraxılacağını, İsrail mediası isə əsasən uşaq qidası olan 9 yük maşınının Qəzzaya daxil olacağını yazıb. Qəzza hökuməti buna etiraz edir. Bildirilir ki, İsrailin blokadası və hücumları nəticəsində 2 milyondan çox insanın aclığa məhkum edildiyi bölgədə gündə 500 yük maşını və 50 yanacaq tankerinə təcili ehtiyac var. Açıqlamada qeyd olunub ki, bu yardım sağlamlıq, qida və əsas ehtiyacları əhatə edir. Yanacaq isə çörək sexləri, xəstəxanalar, su və kanalizasiya sistemlərinin fəaliyyəti üçün zəruridir. Döyüşlərə gəlincə, Qəzza zolağında quru əməliyyatlarını genişləndirən İsrail ordusu anklavın cənubundakı Xan Yunis şəhərinin bütün ərazisini təhlükəli döyüş zonası elan edib. İsrail müdafiə qüvvələri sözgedən ərazidə misli bərabəri görünməmiş hücuma keçəcəklərini bəyan edib. Xan Yunisdə və ətraf ərazilərdə yaşayan fələstinliləri öz evlərini tərk etməyə çağırıb. On minlərlə din sakinə qərbə, Əl-Məvasi ərazisinə köçmək tövsiyə olunub. Təxliyə qərarı Xan Yunislə yanaşı eyni adlı vilayətin Bəni Süheyla və Abasan şəhərlərini də əhatə edir. Bu, İsrail ordusu Qəzza zolağında əməliyyatları genişləndirəndən bəri ilk geniş miqyaslı təxliyə qərarıdır. İlkin Əli, ASTV xəbər.